28 ildən sonra şəhid polkovnik leytenant Raquf Orucovun anasının Ağdamda yerləşən məzarı ziyarət edilib. Murov Qartalı təxəllüslü Raquf Orucov hələ bu torpaqlar erməni işğalında olarkən kəşfiyyata gedərək qəbrin itməməsi üçün yaxınlığına xüsusi işarələr qoyub. Raya Orucova 1993-cü il iyunun 13-də döyüş mövqeyində olan övladlarına yemək yapararkən şəhid olub. Yaxınlarının sözlərinə görə qəhrəman kəşfiyyatçı Raquf Orucov erməni işğalında olan yurduna gələrək doğma kəndini və anasının məzarını 2 dəfə ziyarət edib. Səfərinin təfərrüatları geri dönəndə özü ilə gətirdiyi erməni hərbiçiləri haqqında danışmasa da anasının dəfn olunduğu yerə xüsusi işarələr qoyduğunu bildirib. Gələndə də qəbri çətinliklə tapmadıq, baxmayaraq 28 il ötüb. Qəbir nişanələri ilə, o dediyi sözlərlə həqiqətən o kubik qırıntıları, müəyyən şeylər toplamış ki, özü üçün nişan olsun, gələcək üçün nişan olsun. Bizə çox çətin olmadı bu qəbri tapmaq. Qəhrəman zabitin ailə üzvləri 28 il sonra ziyarət edə bildikləri məzarın üzərinə Azərbaycan bayrağı örtdülər. Ağdamın Cinli kəndindəyik, Raquf Orucovun doğulduğu kənddə. 19 yaşına qədər qəhrəmanımız bax bu evdə yaşayıb və hələ 1-ci Qarabağ müharibəsi dövründən igidliklə döyüşlərdə iştirak edib və qəlpə yarası da alıb. Bugün Raqufun ailə üzvləri Raqufun doğulduğu kəndi, evi ziyarət edirlər və onlarla birlikdə onun ruhu da sevinir. Şəhid zabitin xanımı Sevinç Orucova Ağdama ilk dəfə gəlsə də həyat yoldaşının bu ərazilər haqqında ətraflı məlumat verdiyini bildirir. Onun sözlərinə görə Raquf Orucov bu yerlərə mütləq qayıdacaqlarını tez-tez vurğulayırmış. Biz artıq onun evinin böyüdüyü, dünyaya göz açdığı evin qarşısındayıq. Digər ailə üzvlərlə birlikdə. Bu günü bizə yaşadan ordumuza eşq olsun. Bu günü biz ananın məzarını ziyarət etdik, bura gəldik. Bu günümüzə eşq olsun, bu günümüzə şükürlər olsun. Bu gün Raqufun ruhu şaddır, bizimlə bərabər buradadır. Qeyd edək ki, polkovnik leytenant Raquf Orucov 2016-cı il aprelin 4-də şəhid olub və Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanında dəfn edilib. Şöhrət Eyvazov, Vüsal Quliyev, Ağdam.